Bu günləri sizlərə sifətlə zərfin, sayla zərfin fərqləndirilməsini izah edəcəm. Gözəl qız və gözəl danışmaq. Gözəl qız sifət və ya zərf olduğunu bilmək üçün ikinci tərəfinə baxırıq. Əgər ikinci tərəfi isimdirsə sifətdir, əgər ikinci tərəfi feildirsə zərfdir. İndi gözəl qız birləşməsində gözəl sözü sifətdir yoxsa zərfdir? Gözəl sözü sifətdir. Niyə? Düz deyirsən, niyə? Çünki isim gəlir. Hansıdır orada isim? Qız. Afərin. İndi ikinci birləşmədə gözəl. Gözəl danışmaq. Bəs burada nədir Ayşə? Zərf. Nəyə görə? Feil olduğuna görə. Afərin. Keç ikinci birləşməyə. Çox oturmaq və çox kitab. Çox oturmaq zərfdir. Aha. Nəyə görə? Feil olduğuna görə. Nə orada feildir? Aydın verin. Hansıdır orada feil? Oturmaq. Ay sağ ol. Yəni ikinci tərəf. Sonra Çox kitab. çox kitab birləşməsində isə Saydır. nəyə görə? Çox say və isim olduğunu, isim var deyə. Aha, ismə bağlıdır. İsmin miqdarını bildirir. Düzdür, afərin. Deməli kitab sözü isim olduğuna görə çox kitab. Saydır. Söz birləşməsi. Çox sözü saydır.